Azərbaycan xalqını salamlayır və böyük təhlükə haqqında xəbərdarlıq etmək istəyirəm. 2025-ci il noyabrın 3-dən noyabrın 6-sına qədər Azərbaycanda sayı 500-dən çox olan sionist zuhudların konfransı gözlənilir. Müxtəlif ölkələrdən zuhud ramillərinin bu konfransda iştirakı nəzərdə tutulub. Doğma yurdumuzda qeyrətli kişilərin, dindarların, ruhanilərin zindana şərlənib atılmasının pərdəarxası planları gün işığına çıxır. 76 il əvvəl Fələstinə Avropa ölkələrindən qovularaq əmlakları, pulları işləri əllərindən alınaraq gələn dilənçi zuhudlar qonaqpərvər müsəlman Fələstin xalqına gəldikləri gündən olmazın qeyri-insani müsibətlər gətirdiyini bütün dünya xalqları son 2 illik Qəzza hərbində gördülər. Azərbaycandan 10 dəfə balaca işğal olmuş Fələstin torpaqlarında zuhudların sayı 10 milyonu keçmişdir. Zuhudların planı başqa ölkələrdə yeni qondarma İsrail dövləti yaratmaqdır. Artıq Cənubi Qafqaz ölkələrində, yəni Ermənistan, Gürcüstan və Azərbaycanda hektarlarla torpaq sahəsi alan zuhudların Bakı konfransı Cənub Qafqazda tək bir zuhud dövləti təsis etməkdir. Bu region ölkələrində yəqin bilək ki, zuhudlara qul olanlardan başqa kimsə lazım deyil. Dünyada 15 milyon Fələstin xalqının yalnız 5 milyonu işğal altında olan Fələstində yaşayırsa, 10 milyonu dərbədiyardır. İllərdir ölkəmizin əhalisinin xaricə iş dalınca gedən kəsiminin müəyyən hissəsi artıq zuhudlarla əvəz olunmuşdur. Regionda baş verəcək zuhud fitnələrinin yerli əhalinin Cənubi Qafqazdan köç etməsinə səbəb olacağı qaçılmazdır. Əgər bu konfransa xalq olaraq etiraz etməsək, zuhudlar ölkəmizin və regionun zuhudlarının yaşayışı üçün əmin-aman olduğuna yəqin olacaqlar. Bilin ki, bugün qorxudan səsimizi çıxartmasaq, sabah qanımızı tökərək bizi sürgün edəcəklər. Hər iki halda təhlükə olacaq. Bir təhlükəyə qarşı getməklə kimliyimizi qoruyacaq, digəri isə gözləyərək yox olacaq. Zuhudlara yox deyək, ya vətənə vida edək. Seçim bizimdir.